Bu sayədə mən 1978-ci ildən işləyirəm. Düz 47 il. Bizim ailədə neftçilər var idi. Anam da işləyirdi, babam da. 8 dekabr 1978-ci il. Gəldim. Birinci mənim vəzifə idi dispetçer məntəqəsi operator. Canla, başla, layiqincə işləmişəm. Ruçka da əlimdə, lapatka da əlimdə. 4 vəzifədə çalışmışam. Hər vəzifədə də çalışırdım. Layiqincə, belə təmiz öz işini görüm. Sevirdim öz işini. Həqiqətən sevirdim. Ben dispetçer məntəqəsində işləyəndə də texnik geolog da işləyirdim, iqtisatçı da işləyirdim. İndi hal-hazırda neft yığmada əmtaya operator işləyirəm. Həmişə həvəslə gəlirəm işə. Bu 2-3 ilin içində buraya cavanlar çox gəlib. İndiki cavanlar çox yaxşı uşaqlardır. Həqiqətən. 47 ildir mən işləmişəm. Mən onlara hamısını arzulayıram ki, o qədər işləsinlər, öz işindən razı qalsınlar. Elə olmasın ki, səhər dursunlar desən, yenə işə getməliyəm. Mən 20 ildir neft sənayesində işləyirəm. Düzdür, siftəcən biraz adama çətin gəlir, amma indi mənim üçün çox asandır, yaxşıdır. Mənim yoldaşım neft sənayesində işləyir. Mən də ailə qurandan sonra neft sənayesini seçdim. Övladlarımın ikisi də neft sənayesində işləyir. Mən ona çox sevinirəm ki, qürur duyuram ki, biz ailəlikdən neftçiyik. Ki, övladlarım da, yoldaşım da mənə həmişə dəstək oldular. Ailədə də, işdə də. O ailədə sevgi varsa, mehribançılıq varsa, hər iş yolunda gedər. Gördüyüm işi mənim məsuliyyət ondandır ki, nefti sudan ayırıram, nefti çöküntülərdən təmizləyirəm, keçirəm çənlərə, sonra da oradan nəql eləyirik də biz, təhvil veririk. Neft sənayesində işləmək mənə qürurdur. 44 günlük müharibə olan müddətdə mənim də oğlum orada müharibədə iştirak eləyirdi. Qələbə günüsü mən işdəydim. O həmən günüsü yadda qalan bir mənim xatirə oldu. Mən o günüsü sevincimdən İlk dəfə mən bu sahəyə gələndə dedilər qadın üçün çətindir, işləyə biləcəm, bilməyəcəm. Mən bütün məsuliyyətləri üstümə götürərək, bütün öhdəlikləri üstümə götürərək, işimiz çətin və məsuliyyətli olsa da sevə-sevə bu işdə işləyirəm. Bu sahədə işləmək mənim üçün qürur vericidir, onu sevindiricidir. Bu sahədə böyüyüb uşaqlarım boya başıtdım, toy elədim. Sonrasında keçən il dekabrın 11-i mən Azgernev evlə təmin elədi, sağ olsunlar. Bu il mənim 35 illiyim olacaq işdə, özümün də 60 yaşım olur işdə. Yaxşı mənada xatirələrdə qalaq. Mən 30 ilə yaxındır ki, neft sahəsində çalışıram. Ailədə 3 bacıyıq, üçümüz də neftçiyik. Geoloq maraqlı sahədir. Yerin altını, perforasiyalar vaxtı, qazma işləri var, hamısı maraqlı sahələr. Neft hasilatını artırmaqdan ötürü geoloji tədbir aparılır. Sonra o intervalları da biz xəritəyə çəkirik. Azərbaycanın neft hasilatında az da olsa mənim zəhmətim olubsa, nə xoşbəxtdir mənə. Ailəmizdə hamısı neftçi olub, mənim də marağım olub, ona görə bu sahədəyəm. Qaynanam, qaynatam, yoldaşım, oğlum, hamımız neftçiyik. Hazırda nəvəm də neft sahəsi üzrə təhsil alır. 30 ildir neft sahəsində işləyirəm. Suyu neftdən ayırırıq, təmiz nefti çənlərə yığırıq, bir içində çəndə təmizləyirik, sonra təhvil veririk. Mənim üçün heç bir çətinliyi olmayıb. İndi şükür Allaha uşaqlarımı evləndirmişəm. Əvvəl günündən sevmişəm bu sahəni. İndiyə qədər də sevirəm. Qürurludur mənim üçün bu sahədə işləmək. Mən 40 ildən çoxdur ki, neft sənayesində çalışıram. Bu sahəyə gəlişim təsadüfi bir
idi, amma gəlişimə mən o qədər xoşbəxtəm, özümü xoşbəxt sayıram ki, bəlkə də bu 42 il bu sahədə işləməyimin uzun müddətli elə bu sahənin sirləri, yerin təkində olan sirlər məni bu vaxta gətirdi, çıxartdı. Heç mən bilmirəm bu illər necə keçdi. Çalışdığım sahələr o qədər önəmli, o qədər məsuliyyətli, sevilən bir sahələr olub ki, bu gün də mən öz işlədiyim sahəni çox sevirəm və qürur duyuram bundan. Mənə baxıb, mənim əldə elədiyim nailiyyətlərə, mənim sevincimə, qüruruma baxıb övladlarım bu sahəni seçiblər. Ətraf Mühiti Mühafizə Xidmətinin mühəndisi kimi biz ərazilərdə ekoloji monitorinqlər aparırıq, gördüyümüz ekoloji pozuntuları qeydiyyata götürürük. Ərazidə neft sızmaların qarşısı alınır, hansısa siyirtmələrdən axan sızmaların qarşısı alınır. Həmişə birinci qrup neft təhvil vermişik. Mən o ilə fəxr edirəm. Neftin hazırlanması üçün kimyəvi reagentlərdən istifadə olunur. Orada nefti həmin gətirib standarta uyğun hazırlamaq lazımdır. Bu da çox böyük bir incəlik tələb eləyir. Bir körpə kimi yanaşmaq lazımdır, belə deyim. Onu demək istəyirəm ki, mən 15 ildir burada işləyirəm. Kaş elə əvvəldən işləyərdim bu sahədə, cavanlıqdan. Ailəm də biraz narahat idi ki, neft sahəsində qadındır, biraz sənin üçün çətin olar. Amma mən elə arzum idi ki, neft sahəsində işləyim. Ancaq bütün bunlar hamısı dalda qaldı. Mən tez bir zamanda işimi öyrəndim. Mən öz işimlə də çox fəxr eləyirəm. Çox məsuliyyətli işdir bizim işimiz. Az da olsa neftin çıxarılmasında, neftdə bizim əməyimiz var. Ondan biz fəxr eləyirik, qürur duyuruq. Burada qadınlar çoxdur. Qadınların işləməsi üçün də şərait, rəhbərlik çox gözəl şərait yaradıb. Əsasən də sahədə, mədənin özündə işləməsi üçün, neftin hasilatında, ölçülməsində qadınlar əvvəllər kişilər işləyirdilər, indi isə bu sahədə qadınlar işləyirlər. İkinci Dünya müharibəsində kişilərin cəbhəyə getməsi ilə əlaqədar neft platformasında, qazma sahəsində qadınlar sayı çoxalmağa başladı. İndi isə mühəndisdən tutmuş rəhbər vəzifələrə kimi qadınlar bu sahədə fəal iştirak edirlər. Biz neftçilər bir ailə kimi burada dolanmışıq. Qadınlar bu sahədən çəkinməsinlər. Çox maraqlı sahədir. Əsas gənclərimizə üzümü tuturam. Gəlsinlər mədənə. Çox gözəl sahədir. Doğrudan qürur vericidir. Hər günümüz maraqlı keçir. Fəxr eləyirəm ki, mən neft sahəsində işləyirəm. Ölkə üçün çalışırıq, vətən üçün çalışırıq. Babam, atam, bibilərim, anam, oğlum da, o da bu neftçidir. Hamısı neftçiyik. İşləyəndə gördüm ki, fərqi yoxdur. Mədəndə, neft mədənlərində qadın kişi yoxdur. Hamısımız neftçiyik. Ağır da olsa, bilirəm ki, qadın heç də qorxmamalıdır. ildir mən bu mədəndə çalışıram, işləyirəm. Özüm də neftçi ailəsində doğulmuşam. Atam getirir məni bu sahəyə. Atam energetik işləyib bu mədəndə. Hal-hazırda 2 qardaşım da şofer işləyirlər. Həvəslə işləyirəm, çalışıram. Öz işimin öhdəsindən keyfiyyətlə gəlirəm. 95-ci ildə neftin yığılması və təhvili sahəsində çalışıram. Mən neftçi olmaqla, neftçi qadın olmaqla, neftçi olmaqla mən özümdə qürur duyuram. Sevmişəm bu sənəti, ona görə bu sənətə mən gəlmişəm. Bu bağ mənim bağımdır. Burada çox ağaclar dəkmişəm, nərgiz gülləri dəkmişəm. Bugünkü gündə neft sənayesində çalışan qadınlarımız çoxdur. Biz qadınlara mədənin gülləri də demək olar. Mədən gülü? Yəni hamısı bibi deyir. Düzdür, biz mədən gülləriyik. Əgər bir gül ki mədəndə açırsa, deməli həqiqi güldür. Neft sənayesində işləyən bütün qadınlar mədən gülləridir.
mən fəxr edirəm ki, mənim taleyim neftlə bağlıdır.